Ara bir qəribə fikirlər dolanır başımda. Ara bir sabahım alalı talalı dumana çevrilir qarşımda. Bu duman içindən bir insan figuru sıyrılıb çıxır, qranit bir daşın üstünə çıxır. Görürəm, dartınır, çırpınır, əlləşir, qayadan yapışıb heykəlləşir. Nəzəri üfüqə yönəli, buluddan pay umur sağ əli. Yaxına gəlirəm, özümə baxıram. Bu mənəm, bu mənim heykəlim. Baxıram, nə qədər oxşarıq, nə qədər yadıq. Yoxsa insan özü də özünü aldadır. Deyirəm, qəddim niyə belə bükükdür heykəlim? Deyir, sən özündən xəbərsiz başı əyilməlilərə baş əyilsən. Deyirəm, deyəsən qıçının biri də gödəkdir heykəlim. Deyir, o zamanki yerişlə yenidən bir yeri. Ayağının biri irəli dartıb səni, o biri geri. Deyirəm, bəs əynin niyə sökükdür, tökükdür heykəlim? Deyir ki, sözündən, yazından min yalan sapını çəkiblər ağzından. Deyirəm, mən oğlu, mən heykəl, mən əsla sən olmaq istəməzdim. Deyir ki, mən də heç bu ada, bu sana yonulmaq istəməzdim. O sağlığı acıdı, mən heykəlliyə, axır ki dalaşdıq, axır ki tutaşdıq, yıxılıb açdıq bir cəngəlliyə. Dedilər, arxivdir bu dünya, yaxşı ki özünüz açdınız. Onsuz da çəkəndi, yıxandı zamanın qarmağı, zamanın toru. Allah, məni gələcək heykəlimin tənəsindən qoru. Allah, məni gələcək heykəlimin tənəsindən qoru.